haqda məlumat verildi və bu kifayət qədər danışıldı, kifayət qədər müzakirə edildi. Sözün yaxşı mənasında biz izləyicilərdən və akademiyanın tələbələrinin valideynlərindən müsbət rəylər aldıq. Və qərara gəlmişik ki, bu günləri İdman Akademiyasının yeni dönəmindən danışaq. Çünki rebranding, islahatlar falan bunlar hamısı yeni hədəflər üçündür. Görək İdman Akademiyasının yeni hədəfləri gələcək üçün nədən ibarətdir? Ona görə də biz Azərbaycan İdman Akademiyasının prorektorunun müşaviri Zərifə Kamilovanı studiyamıza dəvət etdik. Eyni zamanda University College of London doktorantıdır Zərifə Kamilova. Sabahınız xeyir olsun Zərifə xanım, xoş gəlmisiniz. Salam, təşəkkür edirəm. Və biz Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Johns Hopkins Universitetinin məzunu Ülkər Babayevanı da studiyamıza dəvət eləmişik. Hər ikinizi bir daha salamlayıram. Çox sağ olun. Gördüyünüz işlər, keçirilən islahatlar, yeni loqo və s. və ilaxır. Bunlar hamısı təqdirə layiqdir. Bizim diqqətimizi çəkdi. Gəlin bunun əhəmiyyətindən biraz danışaq. Niyə görə indiki bir məqamda belə addım atıldı? Çox sağ olun dəvət üçün və böyük məmnuniyyətlə bu barədə danışarıq biz düşünürəm Zərifə xanımla bir yerdə. Azərbaycan İdman Akademiyasında əslində deyərdim son 5-10 ildə xeyli iş görülüb. Olduqca zəruri, vacib işlərdir bu görülmüş işlər. Lakin kimliyin dəyişilməsi, adın yenilənməsi, loqo və s. bunlar hamısı keçən il may ayında Nazirlər Kabinetinin qərarına bağlıdır. Çünki keçən il may ayında biz publik hüquqi şəxs olmuşuq ilk öncə və publik hüquqi şəxs olarkən adımız dəyişilib. Əvvəlki adımız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idisə, publik hüquqi şəxs olarkən adımızın da dəyişilməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənib və yeni adımız qısaca Azərbaycan İdman Akademiyasıdır. Yəni daha müasir, daha qısa lakonik, daha rahat və ad dəyişir, hüquqi status dəyişirsə, bu özü ilə bəzi digər dəyişikliklər də labüd edir və bu dəyişikliklərdən biri də yeni kimliyin təqdim olunmasıdır cəmiyyətə. Sözsüz ki, burada bundan əlavə struktur dəyişikliklər də var məzmunda, bəzi dəyişikliklər var idarə etmədə və s. və ilə. Amma yeni kimlik dediyimiz həmin o loqonun təqdim olunması, ümumiyyətlə indən sonraki hədəfləri İdman Akademiyasının nədir, niyə məhz İdman Akademiyası bu hədəfləri qarşısına qoyub və s. və ilə. Sizin martın 12-sində adını çəkdiyiniz tədbir məhz bizim publik hüquqi şəxs olmağımızla, adımızın dəyişməsi ilə əlaqəli olaraq baş verir. Düzdür, biraz zaman aldı bu tədbiri həyata keçirməyimiz, amma siz də gözəl bilirsiniz ki, buna hazırlıq, dizayn işləri, ümumiyyətlə yeni kimliyimizin formalaşması və s. və ilaxır bir ciddi komanda işidir və bura zaman da lazımdır, resurs da lazımdır. Zərifə xanım, yeni hədəflər nədən ibarətdir Azərbaycan İdman Akademiyasında? Buna istəyirsiniz mən cavab vereyim. Onlar niyə də yox? İtiraz etmirsinizsə. Yeni hədəflərimiz əslində biz regionda, Qafqaz və bu qonşu Mərkəzi Asiya regionunda deyim ki, idman profili üzrə bir nömrəli universitet olmağı hədəfləmişik. Çox böyük səslənə bilər, ancaq region deyirəm, dünya demirəm, aydın məsələdir. Çünki Qafqaz ölkələri arasında idman profili ali təhsil müəssisəsi kimi biz onsuz da fərqlənirik. Bizim beynəlxalq münasibətlərimiz olsun, istər ixtisas proqramlarımız olsun, məzunlarımız, əcnəbi müəllimlərimiz, əcnəbi elmi rəhbərlərimiz, ümumiyyətlə idarə etmə tərzi və s. bizi kifayət qədər fərqlidir. Lakin biz strategiyamızı işləyərkən 2023-30-cu illər bizim strateji inkişaf planımız var. Bunu işləyərkən təhlil etmişdik. Mərkəzi Asiya universitetlərini də, Qafqaz regionunu da və düşündük ki, bizim ciddi şəkildə bu regionda lider olma potensialımız var. Yəni ən önəmli missiyamız, hədəfimiz budur. Zərifə xanım, ümumiyyətlə bu islahatlar, yeniliklər Azərbaycan İdman Akademiyasının fəaliyyəti barədə sizin də yanaşmalarınızı, fikirlərinizi öyrənmək mənim üçün və dinləyicilər üçün çox maraqlıdır. Çox sağ olun. Ümumiyyətlə deyim ki, Azərbaycan İdman Akademiyasında son illər idmanla bağlı, idman elmləri ilə bağlı olan təhsil proqramlarına çox böyük önəm verilir. Və yeni təhsil proqramlarının inkişafı, onların işlənilməsi, tələbələrə tədris olunması istiqamətində çox böyük işlər aparılır. Vacib məqamlardan biri də odur ki, biz bu proqramları işləyib hazırlayarkən ancaq belə deyək də öz təcrübəmizdə əlbəttə ki istifadə edirik.
etmirik, amma beynəlxalq mütəxəssislərin, xarici ekspertlərin də rəylərini nəzərə alırıq və onlarla yanaşı işləyirik bu proqramları. Məsəl üçün mən bir neçə proqramın adını çəkim, digərlərini daha ətraflı Ülkər xanım da vurğulaya bilər. Son illər biz 2017-ci ildən başlayaraq bir neçə yeni bakalavr ixtisası və bir neçə yeni magistr ixtisası da açmışıq. Onlardan 3 ingilis dilli magistr ixtisasının adını çəkmək istəyirəm. Hansıları ki, xarici ekspertlərlə və xarici universitetlərlə əməkdaşlıq sayəsində əmələ gəlib. Onlar deməli idman jurnalistikası, idman menecmenti və həkimlər üçün olan idman tibbi və reabilitasiya magistr proqramlarıdır. Birindən ətraflı danışım. Bizim həkimlər üçün olan ingilis dilli idman tibbi və reabilitasiya magistr proqramı, hansı ki biz University College Böyük Britaniyanın universitetlər reytinqində ilk 10-luqda olan University College Londonun əməkdaşları ilə istifadəyə vermişik. Hansı ki idman bilirsiniz, idmançı tək belə deyək, idmançı və onun məşqçisi deyil. İdmançının ətrafında böyük bir komanda işləyir və o komandanın üzvlərindən biri də idman həkimidir. İdman həkimidir, fizioterapistdir, idman deyək ki, nutrisioloqudur, psixoloqudur və bizim bu idman tibbi və reabilitasiya magistr proqramında idmançının sağlamlığına, idmançının zədə almağının qarşısının alınmasına, zədə alıbsa onun müalicəsi, reabilitasiyasına yönələn o sahədə ixtisaslaşan həkimlər yetişdiririk biz bu proqramda və bu proqramın kurikulumun deməli müəllifi və direktoru University College Londonun professorudur, hansından ki biz öyrənirik və onun təcrübəsindən öyrənirik. Faydalanırsınız. Ülkər xanım, bu idman həkimləri bu yeni bir istiqamətdir də Azərbaycanda yox? Əslində 2017-ci ildən bu proqram mövcuddur. Düzdür, profilləşmə yenidir, müəyyən qədər yenidir əmək bazarında. Amma burada Zərifə xanım dediyi kimi qəbul olan şəxslər mütləq həkim olmalıdır, onların klinik təcrübəsi olmalıdır və proqram ona görə Azərbaycanda yeni olduğundan əcnəbi mütəxəssislərlə bir yerdə işlənilibdir. UCL-in professoru proqrama rəhbərlik eləyib və bu sayədə biz baxın idmançılar olubdur. Azərbaycanda idman inkişaf edib, siz də bilirsiniz uzun illərdir. Ancaq onu müşayiət edən komanda üzvləri yavaş-yavaş formalaşır sahə mütəxəssisi olaraq. Yəni bu şəxslər əcnəbilər dəvət olunub. Məsələn, bəzi komandaların bəlkə bilirsiniz məşqçiləri əcnəbilərdir, bəzi komandalarda həkimlər, nutrisioloqlar və s. Amma indi biz yerli öz mütəxəssislərimizi yetişdirmək üçün akademiyada müxtəlif proqramlar açırıq. Neçə illik proqramdır məsələn bunlar? Bu 2 illik magistratura proqramıdır. Deməli, bunu oxumaq üçün tibb universitetini bitirib müraciət etmək lazımdır. Nəinki tibb universitetini bitirib, hətta rezidenturanı da bitirmək lazımdır. Və yeniliklərdən sonra, xüsusən də mart ayından sonraki dönəmdən söhbət gedir. Sırf bu istiqamətə maraq necədir bizim insanlar tərəfdən? Kifayət qədər yaxşı sahədir. İdman sahəsində həkim kimi fəaliyyət göstərmək hər tərəfli mənada yaxşı sahədir. Ona görə soruşuram ki, bizimkilərin marağı var yoxsa yoxdur? Əslində sizin efirdən də istifadə edib bir çağırış kimi biz həkimlərimizi, kolleqalarımızı dəvət eləyə bilərik İdman Akademiyasına. Çünki baxın, idman həkimi kimi fəaliyyət göstərmək istəyən həkim çox ola bilər. Amma bu proqram ingilis dilində olduğu üçün, tədris dili ingilis dilində olduğu üçün və uşaq və tələbələr İngiltərəyə praktika keçmək üçün səfər etdiklərindən, bütün müəllimlər İngiltərədən gəldiklərindən ingilis dilisi heç olmasa B2 levelda olan və həkim olan şəxsləri tapmaq çətindir. Düzdür, bizim məzunlarımız var, əmək bazarında işləyirlər, kifayət qədər də məşhurdular. Amma son dönəmdə görürük ki, bu proqramda oxuya bilən və müraciət edən tələbə sayı azalır. Bu baxımdan əcnəbilər bura çoxlu maraq göstərirlər. Məsələn, Qazaxlar, Qırğızlar, Üzbəklər daha çox maraq göstərirlər. Biz çox istəyərdik ki, əcnəbilərlə yanaşı bizim özümüzün vətəndaşları da idman sənayesində işləyirlərsə, bu və həkimdirlərsə, rezidenturanda keçib klinik təcrübələri də varsa, belə bir imkandan niyə də faydalanmasınlar? Və qeyd edim ki, bunun altını dönə-dönə cızmaq istəyirəm. İdman Akademiyası həmin proqramda təhsil alan bütün tələbələrin istər İngiltərəyə ezamı, oradakı praktikası, istərsə də o xarici müəllimlərin cəlbi və s. tam olaraq özü qarşılayır.
Dostlar, belə bir fürsət var ikən bu məncə qaçırmaq olmaz. Dil məsələsi, dil bariyeri falan var ikən marağın çox yüksək səviyyədə olmasını təbii ki gözləmək olmaz, amma indiki gənclər müxtəlif dilləri öyrənməkdə maraqlıdırlar. Fikirləşirəm ki 5-10 ildən sonra siz daha çox müraciət alacaqsınız həmin gənclərdən, amma indiki mərhələ üçün məsələn marağı daha da artırmaq baxımından nələr təklif edilə bilər və ya siz nələr təklif edə bilərsiniz? Baxın, Zərifə xanım indi yəqin ki daha ətraflı danışar. Zərifə xanım həmin proqramın məzunudur. Əla. Düzdürmü? Amma məzunluqdan əlavə onun həyatında baş verən bir dəyişiklik olub ki, İdman Akademiyası o dəyişikliyi dəstəkləyib və elə bir dəyişiklik, indi özü daha ətraflı məlumat verəcək, elə bir dəyişiklik Azərbaycanda fəaliyyət göstərən istər həkim, istər digər sahənin mütəxəssisləri üçün nadir tapıntıdır, nadir imkandır. Siz daha ətraflı deyin istəyirsiniz? Deyim, çox sağ olun. Əslində bu proqram unikal bir proqramdır ölkə üçün. Çünki ölkədə İdman Akademiyası yeganə bir ali təhsil müəssisəsidir ki, idman tibbi və reabilitasiya sahəsində bir təhsil proqramı var və öyrədir bu sahəni mütəxəssislərə. Çox unikal bir imkandır ki, Azərbaycanda biz bu təhsili ala bilirik xarici mütəxəssislərdən. Çünki gedib xaricdə oxumaq, onları orada tapmaq, universitetə qəbul olmaq çətin bir prosesdir. Amma İdman Akademiyası bütün o mütəxəssisləri Azərbaycana gətirir və bu belə deyək, həkimlərə imkan yaradır ki, dünya səviyyəli mütəxəssislərdən, baxın bizim proqramın direktoru idman sahəsinə, idman tibbinə verdiyi töhfələrə görə Kraliçə 2. Yelizavetadan bir mükafata layiq görülür. Yəni 30 ildir bu adam bu sahədədir. Belə bir mütəxəssis və digər mütəxəssislərimiz hansılar ki, yenə də Imperial College London, King's College London oranın professorlarıdır, gəlib burada dərs deyirlər. Yəni tələbə Azərbaycandan çıxmayaraq, evini tərk etməyərək belə deyək, yerində burada bu sahəni öyrənə bilir. Digər bu proqramın belə deyək, unikallığı ondadır ki, Ülkər xanım vurğuladı. Böyük Britaniyaya 2 həftəlik səfər eləyirik və orada xəstə, bu professorlarla bir yerdə xəstə müayinəsində iştirak eləmək, xəstə qəbulunda iştirak eləmək, tanınmış futbol klublarının təlim məşq bazalarını ziyarət eləmək, sadəcə stadionu yox, hara ki hamısı gedə bilər. Təlim məşq bazaları hara ki hər adamı buraxmırlar, xüsusi icazələrlə ora buraxırlar ki, çünki o belə deyək də konfidensial bir yerdir ki, idmançılar necə məşq eləyir, proqramları, o da çünki ola bilər ki, maraq konflikti ola bilər, hər adam o məlumatı verməyə bilərlər. Amma bizim o professorlarla əməkdaşlığımızın nəticəsində bizə xüsusi icazələr var ki, girib orada yerində o proseslə məlumat alaq. Və daha bir unikal məqam ki, bizim o professorlar sonra bizim elmi işlərimizin rəhbəri olurlar, belə deyək. Biz öz elmi işlərimizi onların rəhbərliyi altında yazırıq, aparırıq beynəlxalq standartlara uyğun olaraq. Yəni ona görə bu proqramın bir neçə unikal cəhəti var, bu da onlardan biridir. Məzunlarımızın əmək bazarına çıxışı. Əslində bu idman tibbi və reabilitasiya sahəsinə ölkədə maraq indi çox böyükdür və eyni zamanda çox ciddi bir kadr çatmamazlığı var. Və bizim məzunlar tələbə olduqları vaxtda artıq işlə təmin olunmağa başlayırlar. İdman federasiyalarında, reabilitasiya mərkəzlərində artıq onlara iş təklif edirlər ki, bizə belə mütəxəssislər lazımdır, sırf bu sahəni öyrənən, bu sahəni bilən. Ona görə yəni ki, dəyər bu proqrama. Mən özüm onun məzunuyam və məndən soruşanda, məsləhət mən verəndə tam olaraq, səmimi olaraq deyirəm ki, mən məsləhət görürəm, yəni ki, oxumağa dəyər bu proqramda. Hər şey göz qabağındadır əslində. Ehtiyaclar da, datalar da, hər şey göz qabağındadır. Müəyyən araşdırma aparıb qərarı, düzgün qərarı vermək olar. Biz tamamilə elədir. Əgər icazə versəz o imkanın azacıq davam edeyim. Bu tələbələrin xarici müəllimlərlə, əcnəbi müəllimlərlə işlədiyini dedik, ayrı məsələdir. Amma bu müəllimlər hər hansı bir sıravi universitet təmsil eləmirlər. Məsələn, UCL idman tibbində, ümumiyyətlə tibb sahəsində dünya ilk 10-undadır. Dünya ilk 10-undadır. Avropada yox, İngiltərədə yox. Və buradan gələn müəllimlərin böyük əksəriyyəti, Cərifə xanım dediyi kimi, eyni zamanda həmin magistrant tələbələrin elmi rəhbərləridir. Bizim bütün magistr tələbələrin, əslində tək idman tibbi deyil, digər ingilis dili proqramlarında da magistr tələbələrimizin elmi rəhbərləri əcnəbilərdir. Çox saylı əcnəbi professorlarımız istər müəllim kimi, istər elmi rəhbər kimi fəaliyyət göstərirlər akademiyada. Lakin siz müqayisə etsəz, təsəvvür edin ki, tələbənin hansı professorla işləmə imkanı var, hansı datalara, hansı məlumatlara, hansı mənbələrə çıxışı var və o hansı platformalara atıla bilər.
Digər bir məsələdə, məsələn, Zərifə xanımın elmi rəhbəri Michael Uzmur elə həmin proqramın rəhbəri onu və digər bizim bəzi tələbələri UCL-da doktoranturaya dəvət edib. Yəni tələbəni burada görür, burada tanıyır, onun müəllimidir. Eyni zamanda öz universitetində doktorantura təhsilinə dəvət edir. Super imkanlar Bu var. əla bir imkandır və Zərifə xanım seçilib, qəbul olub, artıq siz bayaq da təqdim etdiniz onu UCL-ın doktorantı kimi və nə gözəl ki, İdman Akademiyası onu dəstəkləyə bilib bu yolda. Biz çox istəyirik ki, bu cür tələbələrimiz, bu cür məzunlarımız daha çox olsun və çox çeşidli istiqamətlərdə, universitetlərdə oxusunlar. İdman Akademiyasının belə şəxsləri dəstəkləməsi bu geri dönüş məqsədi ilə. Yəni biz hamımız düşünürük ki, bu şəxslər ölkə üçün vacibdir, akademiya üçün vacibdir. Eyni zamanda bu sənayenin, bu sahənin inkişafına qayıdıb töhfə verəcək. Laboratoriya, hansı ki bu laboratoriyadan Ülkər xanım mən düşünürəm ki, geniş danışa bilər. Bu laboratoriya İdman Akademiyasında niyə var, nə cür fəaliyyət göstərir və kimlər ora müraciət edə bilirlər? Laboratoriya deyəndə adətən tibb universiteti yada düşür, müəyyən kimyəvi yerlər yada düşür, amma İdman Akademiyasında da bu cür laboratoriyanın fəaliyyət göstərməsi doğrudan da qürur vericidir. Çox sağ olun Rəhman bəy. Biz də həqiqətən qürur duyuruq, amma burada iki lab var, bunu vurğulayım. Bir, İdman Tibbi Tədqiqatlar Laboratoriyası. Düşünürəm o laboratoriyanın fəaliyyəti haqqında Zərifə xanım da ətraflı məlumat verər. İkinci, Media Lab. Media Lab, baxın elə bax, bizim bu dəqiqə olduğumuz studiyaya bənzər bir mərkəzdir, bir yerdir. Burada biz həm yeri gəlmişkən vurğulayım ki, bizdə İdman Menecmenti və Kommunikasiya ixtisası var bakalavriatda, İdman Menecmenti ixtisası var magistraturada və İdman Jurnalistikası ixtisası var magistraturada. Yəni, İdman Menecmenti və Kommunikasiya oxuyan şəxslər davamını magistraturada iki istiqamətdə apara bilirlər. Yaş məhdudiyyəti var? Xeyr, yaş məhdudiyyəti yoxdur. Və həm idman menecmenti, həm idman jurnalistikası yenə də bayaq dediyimiz kimi əcnəbi müəllimlərlə, İngiltərəyə səfərlə və s. zəngindir. Bu proqramları dəstəkləmək üçün vaxtilə akademiyada Media Lab yaradılıb və Media Labın tərkibində olduqca müasir avadanlıqlar, infrastruktur kifayət qədər gözəldir. Sizi dəvət edirik ora, çünki bunu sözlə həqiqətən demək olmur, çatdırmaq olmur, gəlmək baxmaq lazımdır. İstər çəkilişlərin edilməsi üçün, istər radiona verilişlərin aparılması üçün, podkastların yazılması üçün çox gözəl infrastrukturumuz var. Və nə sevindiricidir ki, bizim həm Media Labın əməkdaşları, həm ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşları, həm də ümumiyyətlə həmin istiqamətdə təhsil alan tələbələr Media Labdan aktiv istifadə edirlər. Bəzi dərslər bəzən Media Labda keçirilir, bəzi tələbələrin internship deyə təcrübənin keçməsini biz təmin edirik. Tələbələrimiz var ki, səhərdən axşama Media Labdadılar. Yəni bunlar jurnalistika oxuyan və ya kommunikasiya oxuyan tələbələrdir. Burada Media Labın inkişaf etdirilməsində bizim Qoşqar bəyin də böyük əməyi var. Ona da buradan təşəkkürümüzü bildiririk. Ki, bu yeniliklərdə onun da payı kifayət qədər çoxdur. Biz əslində çox sevinirik ki, Qoşqar bəy akademiyaya qoşulub, yeni qoşulub əslində 6 ay belə 6 aydır düz xatırlayıramsa. Çox sevinirik çünki həm Media Laba, həm bizim PR şöbəmizə yeni bir qan gəlib və sözsüz sənayedən gəldiyi üçün praktik bacarıqları olduğu üçün əvəz olunmaz kadrda onu buraxmaq niyyətimiz də yoxdur. İdman Tibbi Tədqiqatları Laboratoriyası isə daha çox bayaq Zərifə xanımın danışdığı idman tibbi və onunla əlaqəli xidmətləri hədəfləyir. İstəyirsiniz o barədə ətraflı Zərifə xanım bildirsin. Çox sağ olun Ülkər xanım. Deməli, İdman Tibbi Tədqiqatları Laboratoriyası bizim bu 2017-2018-ci ildə İdman Tibbi və Reabilitasiya magistr proqramı açılanda sırf o tələbələrin orada praktika keçməyi, elmi işlərinin aparılması, federasiyalarla əməkdaşlıq edilməsi məqsədi ilə yaradılan bir məkandır. Bu da belə deyim, o sözü bayaqdan işlədirəm, bir unikal bir yerdir. Çünki ölkədə belə deyək, yeganə yerlərdən biridir ki, idmançıları ora dəvət eləyib yarışdan öncə müayinələrdən keçirirlər. Müayinə deyəndə mən sırf o bayaq vurğuladığınız laborator belə deyək, kimyəvi qan müayinələrini nəzərdə tutmuram. Sırf idmançılar üçün spesifik olan müayinələrdən söhbət gedir burada. Əzələ gücünün deyək ölçülməsidir, idmançıların ürək ağciyər sisteminin dözümlülüyünün ölçülməsidir. Hansı ki, daha sonra yarışlarda iştirak edəndə o göstəricilər çox vacibdir, yüksək nailiyyətlər əldə etmək üçün. Nə vaxt ki, biz görürük ki, idmançıda deyək, bu müayinələrin nəticəsində hər hansısa bir uyğunsuzluqlar var. Onda bizim laboratoriyanın idman həkimləri, idman psixoloqumuz, idman nutrisioloqumuz, yəni multidisiplinar komanda fəaliyyət göstərir orada. Onlar öz tövsiyələrini verir, hansısa idman məşq proqramını qurur, qida proqramını, pəhriz proqramını tərtib eləyir ki,
ki, bu idmançılar yarışa hazırlıqlı olsunlar. Bu tövsiyələrin əsasında bütün bu belə deyək uyğunsuzluqlar aradan qaldırılandan sonra idmançı təzədən yarışa tam gücü ilə qayıda bilir. Federasiyalar deyəndə mən hansı federasiyaları nəzərdə tuturam? Bura güləş federasiyası, judo, badminton, voleybol, qılınc oynatma, basketbol federasiyası, bütün bu və digər federasiyaların idmançıları bizə müraciət eləyir. Biz onlarla çox sıx əməkdaşlıq eləyirik. Bizim deməli laboratoriyanın bir fəaliyyət istiqaməti də var. Tələbələrimiz ancaq magistr yox, bakalavr tələbələrimiz də laboratoriyamızda öz elmi işlərini apara bilirlər. O idmançıların belə deyək, müayinə nəticələrinin əsasında elmi işlər, yaxşılaşma üzrə proqramlar, hansısa elmi tövsiyələr əsasında reabilitasiya proqramları qurub elmi işlərini onların əsasında yazıb geniş belə deyək, elm sahəsinə təqdim eləyə bilirlər və yenə də bayaq Ülkər xanım vurğuladığı kimi bizim o sırf xarici ekspertlərin rəhbərliyi altında yazılır o elmi işlərdə. Bu da çox vacib məqamdır ki, beynəlxalq səviyyəyə uyğun standartlara uyğun yazırıq o elmi işlərimizi. Yeni standartlar həm də yaradırsınız. Mən bunu da sizə deyim. O uyğunluq öz yerində, yeni standartların yazılmasına məndə belə bir təəssürat yaranır. Eşitdiyimə görə İdman Akademiyasının diplomları xarici ölkələrdə tanınır. Gəlin bu barədə danışaq, çünki İdman Akademiyasında təhsil almaq istəyən adamlar üçün bu çox vacib elementlərdən biridir. Bir də məsələn burada təhsil ala bilərəmsə mən niyə gedib xaricdə təhsil almalıyam? Elə burada ən yüksək səviyyədə təhsilini alıb xaricdə də diplomu tanıda bilərsən. Hansı ölkələrdir bunlar? Olduqca vacib məqama toxundunuz Rəhman bəy, təşəkkür sizə. Demək İdman Akademiyasının 3 ixtisası keçən il noyabr ayında beynəlxalq akkreditasiyadan keçib. Bu nə deməkdir? Yəni 5 illik sertifikat almışıq. Biz həmin ixtisası bitirən tələbələrin diplomları beynəlxalq səviyyədə tanınacaq. Bu hansı ixtisaslardır? Bayaqdan adını çəkdiyimiz idman tibbi və reabilitasiya magistratura həkimlər üçün olan proqram, idman menecmenti magistratura istənilən şəxs bura daxil ola bilər və idman menecmenti və kommunikasiya bakalavr, hansından ki az əvvəl mən də danışdım tələbələrin media labda məsələn praktika keçməsi haqqında. Bu 3 ixtisasın üçündə də biz beynəlxalq şirkətlə razılaşmışdıq, yəni akkreditasiya həyata keçirən şirkətlə onlar gəlib, yoxlayıb əvvəl prosedura uyğun sənədlərlə tanış olurlar, sonra səfər eləyirlər, müəllimlərlə, tələbələrlə görüşürlər, hətta işə götürənlə görüşürlər, bütün infrastrukturla tanış olurlar. Yəni uzun bir prosedurdur. Əslində 1 ilə yaxın bir zəhmətin nəticəsidir ki, 3 proqram 5 illik akkreditasiyadan keçdi. Akkreditasiya deyəndə bunu da vurğulayım ki, akkreditasiyalar 1 illik, 3 illik, 5 illik və 7 illik ola bilər. Yəni çox sevindiricidir ki, biz 5 illiyi ala bilmişik. Bu nəyə gətirir çıxardır? Misal üçün beynəlxalq idman menecmenti və kommunikasiya bakalavrını qutaran hər hansı bir tələbə tutalım xaricdə idman, deyək ki, kommunikasiya üzrə, idman kommunikasiyası üzrə magistratura oxumaq istəyir. Artıq onun transkripti rahatlıqla digər universitet tərəfindən tutalım Niderlanddakı bir universitet tərəfindən tanınacaq. Çünki beynəlxalq akkreditasiyadan keçiblər, artıq orada təlim nəticələri, məzmun, öhdəliklər və s. və axır tanınandan sonra o tələbənin qəbul olması Niderlandda magistr proqramına və təhsilini orada davam etməsi çox daha asanlaşacaq. Biz digər ixtisaslarımız üçün də beynəlxalq akkreditasiyadan keçməyi hədəfləyirik. Lakin hal-hazırda bəzi istiqamətlərdə proqramlar yenilənir, məzmun yenilənir. Bu Elm və Təhsil Nazirliyinin istiqamət tapşırığı sərəncamı əsasında baş verir. Biz və digər universitetlər bütün bu prosesdən keçirik və bu proses bitər-bitməz biz yerdə qalan digər ixtisaslarımızın da hər biri üzrə beynəlxalq akkreditasiyanı keçməyi dediyim kimi istəyirik, arzuluyuruq və düşünürük ki, bununla tələbələrimizin mövcud tələbələrimizə daha yaxşı imkanlar yaratmış olacağıq, 2 daha fərqli tələbələr cəlb etmə imkanı yaranacaq. İstər yerli, istərsə də əcnəbi. Bir neçə gün bundan qabaq bir material qabağıma çıxmışdı. Xaricilərin Azərbaycan universitetlərini seçmə səbəbləri ilə bağlı böyük bir məqalədir. Orada müxtəlif universitetlərin adları, müxtəlif səbəblər qeyd olunmuşdu. İndi bilmirəm bu suala Ülkər xanım yoxsa Zərifə xanım cavab verəcək, amma fərqi yoxdur o mənada ki, əsas cavab almaqdır. Xaricilərin məhz İdman Akademiyası ilə bağlı maraqlarını danışası olsaq, yəni Azərbaycanın İdman Akademiyasından söhbət gedirsə, necədir? Seçilirik biz xaricilər tərəfindən? Əcnəbi tələbələr. Bəli. Düzdürmü? Əcnəbi tələbələrimiz bizim İdman Akademiyasını seçir ona görə ki, açığı sizə deyim ki, ölkədə yeganə
idman profilli ali təhsil müəssisəsidir. Lakin regionda yeganə ali təhsil müəssisəsi deyil. Və bunu seçərkən biz çox zaman əcnəbi tələbələrlə görüşüb bunu soruşuruq. Məsələn, hansı faktorlar buna səbəb oldu? Bu çox zaman infrastrukturdur. İkincisi ingilis dilli proqramlardır. Bəzən elə tələbələr var ki, onlar misal üçün Qazaxıstanın, Rusiya vətəndaşı, Gürcüstan vətəndaşı və qonşu ölkələrin vətəndaşları olur. Türkiyə, İran vətəndaşları çoxdur bizdə. Onlar bəzən ixtisasa konkret meyl edirlər. Məsələn, çox önəmlidir ki, bizim elə istiqamətlərdə məşqçilik, elə idman növləri üzrə məşqçilik ixtisasımız var ki, o idman növləri üzrə onların öz universitetlərində proqram təklif olunmur. Və həmin proqram üçün bura müraciət edirlər. Və yaxud fizioterapiya, məsələn, bədən tərbiyəsi və idmanda reabilitasiya bakalavrımız var. Artıq o fizioterapiya adlanır. İndi onu magistrında açmağa hədəfləyirik yeri gəlmişkən. Yəni bu həkimlər deyil. Bu istənilən şəxs ora qəbul ola bilər və əcnəbilərin də ən çox maraq göstərdiyi sahələrdəndir. Bu yaxınlarda biz Buxara Universiteti ilə əməkdaşlıq etməyə başladıq. Qazaxıstanın bir neçə universiteti ilə əməkdaşlıq etməyə başladıq və tələbələrin ən çox maraq göstərdiyi sahələrdən biridir. Çünki qayıdıb öz ölkələrində nəinki idman sənayesində ümumiyyətlə səhiyyədə fizioterapist kimi fəaliyyət göstərə bilərlər. Və bu proqramda istər Azərbaycan bölməsində, istər Rus bölməsində çox saylı əcnəbi tələbələrimiz var. Gördüyümüz də budur ki, onlar nəinki yaradılmış bu infrastrukturdan faydalanırlar. Ən çox da faydalanırlar əcnəbi mütəxəssislərdən. Məsələn, həmin proqrama biz Kompleks Qor şirkətinin rəhbəri Raman Yahuda rəhbərlik edib bir müddət biz onu mütəxəssis kimi illərdir cəlb edirik, ondan aktiv fəaliyyət göstəririk, əməkdaşlıq edirik və onun hər ildə bir neçə dəfə gəlməsi, aktiv sessiyalar keçirtməsi, onların arasından tələbələri seçməsi, tələbələr arasında bir yaxşı bir rəqabətin formalaşması, həmin o elit tələbələr deyirik biz ora. Sonra bu tələbələri biz Çexiyaya aparırıq, Çexiyada onlar yay məktəbləri keçirlər. Yəni bu qədər beynəlxalq imkanlar olan bir mühitdə eyni zamanda ixtisaslar əmək bazarı üçün faydalıdırsa, uyğundursa, əmək bazarının tələblərinə cavab verirsə, necə Azərbaycanlı, eləcə də digər əcnəbi tələbələr bunlara meyil göstərir. Deyərdim ki, son illərdə əcnəbi tələbələrin, yəni Covid zamanı biraz bizim əcnəbi tələbələrin digər universitetlərdəki kimi sayında zəiflik oldu, amma son 1-2 ildir ki, biz bu artımı müşahidə edirik. Bu arada biz sizinlə bir yarım saatdan çox söhbət edirik. Xarici universitetlərlə təcrübə mübadiləsindən danışdınız. Xarici universitetlərdə olan mütəxəssislərin Azərbaycanda İdman Akademiyasında fəaliyyət göstərməsini vurğuladınız. Bunlar hamısı yatırımdır, bunlar hamısı investisiyadır və həm də ona görə edilir ki, gələcəkdə həmin o mütəxəssislər səviyyəsində mütəxəssislər bizdən də, bizim Azərbaycanlılardan da seçilsin. Bununla bağlı vəziyyət necədir? Yəni yetişdiririkmi o insanları, o mütəxəssisləri ki, gələcəkdə artıq onları İngiltərədən, Belçikadan və ya digər ölkələrdən yox, elə Bakıdan dəvət edək? Məsələn, Zərifə xanım. Uzağa bir nümunə. Bir nümunə. Zərifə xanım bizdə həmçinin müəllimdir. Aha. Bizdə həmçinin həmin fizioterapiya adını çəkdiyim bakalavr tələbələrini dəstəkləyir, düzdürmü Zərifə xanım? Doktoranturanı bitirəndən sonra artıq magistr tələbələrini də rahatlıqla dəstəkləyə biləcək. Bu bir canlı nümunəmiz, düzdürmü? Bundan əlavə bizim bir neçə ikili diplom proqramımız var. Baxın, ikili diplom xüsusilə özünə məxsus bir proqramdır. Yəni siz oxumaq istəyirsiniz, deyək ki, idman menecmentini. İdman menecmentini ingilis bölməsində oxuyan uşaqlar il yarım Azərbaycanda 6 ay kimi Coventry Universitetində, İngiltərənin Coventry Universitetində oxuyub 2 diplom əldə edə bilirlər. İdman menecmentini rus dilində oxuyan uşaqlar Rusiyanın MIGIMO Universiteti ilə, yəqin ki bilirsiniz, cənab prezident də həmin universitetdə məzun olubdu. O universitetdən ikili diplom əldə edə bilirlər. Hal-hazırda bizim tələbələr Soçidə, Moskvadadılar və sonra Soçi modulu olacaq. Yəni bu tələbələr təhsillərini həm Rusiyadan tələbələr daxil olur, həm Azərbaycanlılar. Təhsilin bir hissəsi Bakıdadır, bir hissəsi Moskvada, sonra yenə Bakıda, sonra Soçidə. Yəni bu modul təhsili əsasında bizim tələbələrimiz, Rus sektorunda oxuyan tələbələrimiz 2 diplom əldə etmiş olur. Bu nə deməkdir? Bu həm də oranın əmək bazarından tanışlıq deməkdir, həm də əlaqələr deməkdir, həm yeni dostluqlar, yeni şəbəkələr və s. deməkdir. Coventry'də təhsil alan tələbələrimiz isə bu bir tərəfdə, yəni deyək ki, Avropada, İngiltərədə, yəni oranın sənayesi, oranın infrastrukturu, oranın resursları ilə tanış olur və nə gözəl ki, bu şəxslərin hər biri geri qayıdıb bu və digər formada akademiyaya töhfə verir. Məsələn, 4 Coventry Universitetindən məzunumuz var bizim. Coventry Universiteti ilə yaradılmış imkanı MIGIMO-dan fərqləndirən cəhət budur ki, MIGIMO-ya Rus sektoruna qəbul olan hər kəs 2 diplom alma imkanı daşıyırsa, alma imkanı varsa, Coventry Universitetinə məsələn 10 tələbə daxil olub, onlar
onlar il yarım sonra Coventry-nin tələbələrini ödəyirlərsə, Coventry-yə gedirlər. Ona görə bunun altını çizirik ki, bu imkandır. Məsələn, hal-hazırda bizim 6 tələbəmiz Coventry-dədir. Əvvəl 2 idisə sayları, indi artıq 6-dır. 10 tələbədən 6-sı artıq oradadır. Nə gözəl. Lap istədim 18 yaşım olsun, təzədən imtahan verim. Amma yaş məhdudiyyəti yoxdur. Biz magistr kimi gələ müraciət bilərəm. edə bilərsiniz, bəli, oxuya bilərsiniz. Bu magistratura proqramıdır. Aha. Və əvvəlki Coventry məzunları 4 məzunumuz olub. 3-ü akademiyada işləyir, birini də artıq cəlb eləyirik. Yəni 4 Coventry məzunumuzun 4-ü də akademiyaya bu və digər formada töhfə verir. İstər müəllim kimi, istər inzibati heyət kimi. Nə yaxşı şanslar Bunlar var. hamısı çox gözəl şanslardır. Əlavə olaraq bizim Akdeniz Universiteti ilə məşqçilikdə bakalavr səviyyəsində ikili diplom proqramımız başlayır. Kazanda Pavoja Dövlət Universiteti ilə ikili diplom proqramımız var. O da bakalavr səviyyəsində olan tələbələr üçündür. Ümumiyyətlə UCL-la etdiyimiz layihə idman tibbində bu ikili diplom olmasa da birgə layihədir. O tələbələrin orada praktika keçmə imkanı var. İdman jurnalistikası sizin sahəyə yaxın Sheffield Hallam Universiteti ilə birgə qurulmuş proqramdır. Uşaqların BBC-yə getmə imkanı var, orada praktika keçmə imkanı var. Söz açıq ehtiyacımız var buna məncə, ümumi olaraq. Bəli, var və düşünürəm ki, bu yaradılmış imkanların hər birində tələbələrlə gördüyümüz iş onların geri qayıdıb təşviq edilməsi, akademiyada işləməsinin təşviq edilməsidir və biz hamımız çox istəyirik ki, bu şəxslər bizim müəllimlərimiz olsunlar. Məsələn, avqust ayında 2 işçimiz, çox yeni işçilərimizdir bizim əslində. Biri Qazi Universitetindən məzunudur, biri Ankara Universitetindən məzunudur. Bizdən sonra gedib oxuyub, sonra geri qayıdıb akademiyada fəaliyyət göstərirlər. Yəni biz öz kadrlarımızı buraxmaq niyyətində deyilik, çünki bilirsiniz idman sahəsində kadr azlığı nəinki Azərbaycanda, ümumiyyətlə ölkədə azdır. İdmanı bilə bilər şəxslər, amma idmanı bilib yanında akademik bilik, bacarıq səriştələrə malik olmaq. Yəni qlobal səviyyədə azdır. Bəli, qlobal səviyyədə azdır. Ona görə də biz bu şəxslərin hazırlanmasına bayaq çox gözəl vurğuladınız, investisiya edirik, sərmayə qoyuruq və o şəxslərin də qayıdıb daha çox şəxslər hazırlanması üçün sözsüz ki, buraxmarıq. Yəni maksimal dərəcədə onlardan istifadə etməyə çalışırıq. Ülkər xanım, mən çox şad oldum həqiqətən. Mən belə bilmirdim, belə təsəvvür etmirdim sözün açığı və yaxşı ki, biz sizi dəvət elədik, bu barədə danışdınız. Nə qaldı deyiləsi, biz o məsələyə toxunmadıq? Laboratoriyanın fəaliyyətində bayaq biz dedik idmançılara. Biraz mikrofona yaxın əyləşin, zəhmət olmasın. Bəli, bayaq biz dedik idmançılara, amma bir vacib məqamı da vurğulamaq istəyirəm ki, ancaq idmançılar yox, müharibə dövründə, postmüharibə dövründə biz qazilərlə işlədik. O çox önəmli bir məsələ idi. Nəyə görə? Çünki biz düzdür, tibb müəssisəsi deyil idik. Heç bir halda müalicə ilə məşğul olmuruq. Biz ancaq reabilitasiya ilə məşğul oluruq. Amma çox istəyirdik ki, necəsə bir yardım göstərək, necəsə bir biz də töhfəmiz. Bu sosial məsuliyyətdən irəli gəlir. Əlbəttə ki, bəli. Və hələ müharibə davam edən dövrdə akademiyanın bir neçə əməkdaşı hərbi hospitalda gedib xəstələrlə maraqlanıb reabilitasiya ehtiyacı olan xəstələri bizim belə deyək, idman tibbi tədqiqatları laboratoriyasına dəvət edib orada reabilitasiyası ilə məşğul oldu. Biz deməli müharibə dövründən başlayaraq və bütün o postmüharibə dövründə 100-dən çox qazini reabilitasiya prosesinə cəlb elədik idman tibbi tədqiqatları laboratoriyasında və onların reabilitasiyasında həm bizim öz məzunlarımız, idman həkimlərimiz iştirak eləyirdi, fizioterapistlərimiz iştirak eləyirdi. Yəni öz və bizim o ekspertlərimiz deyək, professor Luzmor, hansı ki biz xahiş elədik University College Londonun protokollarını bizə təqdim elədi, o reabilitasiyalarda istifadə elədik. Daha sonra bayaq Ülkər xanım vurğuladığı Avstriyanın Kompleks Kor şirkətinin rəhbəri Roman Yaxoda, o da öz protokollarını təqdim elədi. Yəni biz öz məzunlarımız və beynəlxalq ekspertlərin təqdim elədiyi protokolların əsasında qazilərimizi reabilitasiya elədik. Və çox qürurluyuq bununla ki, biz o 100-dən çox qazimizi reabilitasiya eləyib, onlardan 60-dan çoxunu yenidən ordu sıralarına qaytara bildik. Daha sonra əsir düşmüş Amin Musayev, hansı ki uzun müddət əsirlikdə qaldı. O da sonra azad olunandan sonra biz reabilitasiya laboratoriyamızda cəlb elədik. Uzun müddət reabilitasiya keçdi və çox uğurlu bir reabilitasiya prosesi oldu Amin üçün. Nəticələri göz qabağındadır. Təbii ki. Yəni bu çox belə bir məsələdir ki, biz bununla qürur duyuruq və vurğulamaq istəyirik. Olduqca. Çox sağ olun. Mən hər ikinizə minnətdaram. Bilirəm, danışmalı mövzular çoxdur əslində. Vaxtımız təəssüf ki, azdır. Mən düşünürəm ki, bir gün ya sizin Media Labda, ya elə burada Avto FM-in canlı yayımında söhbətlərimizə davam edərik. Hər ikinizi tanımağıma şad oldum. Minnətdaram. Təşəkkür edirəm.